Salam xanımlar, necəsiz? Bugün sizinlə sədərək gəzintimizi paylaşmaq istədim. Sola görə tək-tək Ayaqqabı üçün. Yaratdım ayaqqabı üçün. Qəşəngdir, həm də nazikdir. nə qəşəng balacaqları. Hə, kuxniya. Mən belə bir şey istəyərdim. Qəşəngdir. Elə bilirəm belə olmur. Bu bizim stolların başqa cürüdür. İmini kuxna üçündür da bunlar. Çox qəşəngdirlər. Balacaq. Divanlar da qəşəngdir. Biraz yenopsilərə baxanda iridir. Elə bizimki də bu rəngdir də. Hə. Stollar da Yox, burası yox da, burasını göy götürdüm. Çirköy rəng. qəşəngdir. Qəşəngdir, çox qəşəngdir. Yası da yoxdur. Divan zad da götürəndə bu rəng götürmək. Bu rəng götürmək lazımdır. Stollara bax nə qəşəng balacaqlar. Kuxniya. Götürəndə də biz götürdük, açılmayan götürdük. Mütləq açılan götür, mütləq. Yox, onu xoşuma gəlir. Aslan tür. Demin Türkiyəndə də çox. Sədərəyə bacımgillə getmişdim. Mənim belə bir alacağım yox idi, amma ki birlikdə Zəhranın otağı üçün pərdə, xalça, lüstr almalıydıq. Yəni seçimdə kömək eləməli idim mən. Tək bilirsiniz də belə gedib seçmək olmur. Adamın yanında bir adam olanda daha yaxşı olur. Ona görə birlikdə getdik. Pərdəni çox gəzdik, bir çox mağazalara girdik. Sizlərə çəkmədim. Pərdədə yorulduq deyə xalçanı elə girdiyimiz birinci mağazadan aldıq. Amma nəzərimizdə tutduğumuz xalçalar da elə belə idi. Çox gözəl xalçalar var idi burada. Xoşumuza gəldi. Elə ilk mağazadan satıcılar da sağ olsunlar. Gətirib üzüdən açıb tökürlər. Adamın heç çıxıb başqa mağazaya getməyə üzü də gəlmir. Alası olmasan da utandığından alırsan. Satıcılar da professionallaşıb mağazaya girib fikrini deyəndə ucu bilirlər ki, nə istəyirsən, nə almaq istəyirsən. Məsəl üçün açdığı bu iki xalçadan bizim ikimizin də xoşumuz gəldi. Elə açdığı ilk xalçalarda qərar verdik ki, hansını almaq istəyirik. Getirdilər, açdılar, tökdülər. Adam çıxıb başqa mağazaya getməyə də xəcalət çəkirdi. Elə həm də xoşumuza gəldi deyə ilk mağazadan aldıq alacaqlarımızı. Absolut biz boz rəngləri xoşlayırıq. Yanlamış. Hardan çaldılar? Alarıq qabaqda. Götürürüm, belə çəkirəm. Sonra da soruşurlar ki, filan ki, neçənci şeydir. Burası qəşəng. Bir an. Yox, gəl, narahat olma. Burası seyrəkli idi deyən buradan gəldik. Qabaqdan dönərik belə. Gedərik. Qalsa yapışır. Sildim xonçalıqlar. Parçalar. Gedək sabidən diskoteka parçası alaq. Hə, elə belədir. Hə, evdə geyməyə yaxşıdır da, çox uzun da nəyə lazım. Girmişdik, da girmədiyimiz almadı. Dedim ya aldım ya aldım. Parçalara bak. Hə. Bu qabaqda var. Yox, dedim almadım. Bunlardan var 1 manatlıq yerdə 1 manatı. Neçədir bunlar? 2 manat. 2 manat. Bu tüklülər neçədir? 50-yə. Hə. 1 manatdır şeydə. 70 qəpiyə tutulur. Hə. 2 manata da pöşka mı olar? Yenə bir minli ola, bir şey ola deyəsən ki. Hə. Bunlar 40 manat. İndi qazan deyə qaldım. 15 manat. Günorta idi, yenə həmişə oturduğumuz, getdik Ordubad kafesinə. Belə cürbəcür çeşidlər var idi. Demək olar ki, bir boşqabı 4 manatdır. Belə gördüyünüz kimi ləvəngi, cürbəcür plovlar, nə bilim cürbəcür bütün yeməklər var idi. Mənə elə gəlir əvvəllər buranın yeməkləri daha dadlı idi. Neçə ildir gəldikcə buraya gəlirik. Əvvəllər porsiyalar da çox idi, get-gedə azaldıblar. Əvvəl yeyib qutara bilmirdik.
bir porsiya qoyanda. İndi də az deyil, yaxşıdır, pis deyil, amma əvvəl dəhşət çox böyük porsiyalar idi. Amma bu səfər söz verdik ki, gələn səfər buraya getməyəcəyik. Başqa bir restoran gördük. Dedik inşallah gələn səfərdə orada oturarıq. Həmişə də gələndə eyni yeməyi yeyirik burada. Aş götürürük, üzərinə də orada gördüyünüz, göstərdiyim yeməyi götürürük. Adı yadımdan çıxıb yenə adını tapa bilmədim. Əvvəllər dolmalar yox idi. İndi dolma da qoyublar. Yarpaq dolması, üç bacı dolması, bütün çeşidli yeməklər var demək olar ki. Dadı da pis deyil, ləzzətlidir. Şəhərdəki bir çox restoranlardan daha ləzzətli olur burada yeməklər. Bu çox qəşəng yeməkdir. Doyuzdurucu. Rayət müəllim grill götürür. Çox gözəldir. Biz həmişə bundan yeyirik. Aşdan çörək yiyəni də bir səfərdir görüb. İnanma bəyənə. İnanma bəyənə. Ağzın gözünü üzdür. Nəysə, sən başa düşmə, biz yeyirik. Kartofsoğana yaxşıdır, intası bunun içində nə kartofsoğan qoyasan, bir daha mı tutarsan? Yer çox tutar böyle. Həm də az da axı. Kütüy olsa bəs. Keçən səfər o taxta aldım. Daha doğrusu aldım. Bas bunu soruşdum. 25 manat dedi. Nə baxım bəzək üçün oraya qoymağa. Stok qabıdır. Üydəndir də. Neçədir onlar? Bir dənə bu 13 manatdır. Taxtalar var, amma məndə açıq rəngdir də, iş orasıdır. Sən nə istəyirsən taxta? Bir şeyin böyrünə belə qoymağa. O düzəltmişəm şeyləri. Qablar qoymağa. Altında var. Böyrünə belə qoyurlar, 2 dənə bir balaca bir yekə belə qəşəng görünür. Elə bir balaca formada da. Elə bir şey nə gedər bizə? Bu taxta kəsmə taxtası. Kəsmə taxtası kimidir də. Məndəki rəngi açıqdır da. O pisdir. Qəşəngdir. Görürsən, suvenir kimidir. Bu görüntüyə yox. Altı yox. Neçədir bu taxtalar? Bunlar. 9. Demək də yaxşıymış. Şeydir, mən aldım. 8 manat almışdım. Elə bundan biraz da iri. Belə vurduqca elə bil belə kəsilirdi. Yəqin ki, bunlarda elə bir şey olmaz. Yox, istadan bambuk oldu herhalde. Bu qoz ağacı yüksək taxtan. Birləşməsi yoxdur, yəni düz yox. Hə, küləkli yeri yoxdur. Bambukda isə belə bazı var, bunun ərzində taxtalar yəni birləşdirilir. Birləşdirilir ki, istəyir. Bunu 9-a dedi. Hamısı 9 manatdır. Ham belə hamısı 9-dur. Bunların lap balacaları olur. Ən balacası olur. Bir iki qulpsuzlar var, nə balaca. 5 manatdır. Zərə! 5 manat, 6 manat. Zərə! Sən nəyəsə üstündə belə qoymaq istəyirsən? Bilirsən, belə şeylər düzməmişəm. Bir dənə belə atlıq aldım. Böyle şeyləri düzdüm. Duz qabıza. Bunun burasında gül, orada güldür, burada boşluq var. Belə qəşəng qoyurlar. Qəşəng Onu da görünür. pastavka da qoyularaq elə bir. Öz altına mı? Bəli. Hər şeyin pastavkası. Şey qabı. Pul qabı. Restoranda pul. Hə. İnanmadı. Bunlar nədir? Soğuqa Pul qabı. qabı. Belə şeylər arkadaşlar. Restoranlarda fərqli gətirmək üçün. Hə, məndəkilər bu rəngdir. Petrəsən sarı. Nəyinə baxın mən?
Yok, istemiyor oraya. Almayasın. Türklerin yaddan. Yok, gel. Vazgeçtim. 9 manata dedi, vazgeçtim. Biz yoxlarırdıq, o zaten balı olur da. Keçən səfər atdığı mən 8 manata aldım. Hə, listürlə. Verəm listur, həm də qab satılan yerim. Nə bilim, girək ümumi qiymətə maraqlanaq da. Amma bura elə bir tam listür yerdədir. Hə. Baxaq, gəl. Tək-tək satış var sizdə? Cür çəkid. Nə? Şey daha. Pul qabı. Kassa. Saçmalara bak. Bəyən görüm, bir dənəsini bəyən. Yaxşıdır. Kaslarındayım arkantıradı. Yaxşıdır, nə kök döysən sən. Ne güzeldiler. Adam bilir. Gel adama birini al. Sen varındı mı? Sen böyle şeylere marağın yoktu diye. Orta boy. Mən seçə bilmərəm. Hə. Amma sən seçərsən. Mənsə, Ümumiyyətlə sən seçərsən mən seçə bilmərəm. mən marağımda olsa hə, yox. Qiymətlər də güzelmiş. Bax, o vaxt turşkalar var deyənləri. Hə. Turşka. Su içdiklərimiz. Hə. Onlar da yükseliyor. O mənim qarama oxşuyur. Səndə var bunlar. Hə, sırf onun qarası var. Belə normal ölçüdə o. Görürsən. O birisi vapşı keçirdirəndə. Şeyləri Hə. on Neçə bir dənə soruş onu. Bunlar neçədir qiyməti? Bunlar neçədir? Başı qarışıq. Sırf bir şeydir də. Qazamın çək. Zəhra bu sənsən bax. Zəhra deyim amma bu sənsən. Ciddiyyətini çox qoruyursan. Ya da ki inci. Suratsız inci. Ponidir poni. Nədir bə? Pul qabılar. Gördüm ki. Nə bilmədim. Nəsə hədiyyəlik yerlərdir. Oyun oynayanlardan ötürü. Hər şey var. Ay əli. Nədir bunun adı? Bu bilsən nədir? Qabaşsan Film gelir. var ya, Hə, Frozen. Ha, Çıxar. yuxarıda onlara çəkiyorlar. Alo. Elə biz oradayıq hələ. Bir dənə kuruşka mağazında. Bura bax. Ana qızalara bax. Hə, gördüm. Qəşəngdir. Getmə də axıra kimi niyə gedirdin Tası ki? qiyməti yoxdur. Deyərdin ki bir harda. Bu mağazada girdik lüstrlərə baxmağa. Özümüz yuxarı lüstrlərə baxırıq. Sizin üçün də servislər var idi, boşqablar var idi. Hətta gözəl qazanlar var imiş. Fikir verməmişəm. Sizin üçün də bunları çəkdim. Yerdə də var. Bak oradan sen deyən asılqanlardan da var. Ama biraz şittiler.
Qırım zat da yığmasın. Bunlar da geçək. Bunlar da geçəkdir. Gəldim belə vurmadım. Hətta beləsi də var. Hə. Biraz qeyri-adi ona baxımda. Sıfır görə yaxşı belə. Üçlüdür da verə. Bu da patronuna bax. Gedək oradan götürək. Nəyi? Saat neçədir ki? Harda gözəl qablar gördümsə çəkməyə çalışdım. Videoda fikir verirəm. Bu pesok qabı, duz qabları mənim dəzgahımın üzərinə çox gözəl gedərmiş. Heç orada fikir verməmişəm. Türklərin bütün istifadə etdiyi, bütün modda olan qablar demək olar ki, hamısı burada var. Əvvəl belə şeylər tapmaq olmurdu. İndi hansı mağazaya girirsənsə, görürsən ki, gözəl dəzgah üstü qablar var. Gözəl stəkanlar var, çaşkalar var. Bu stəkanlar çox xoşumuza gəldi. 6 dənəsi 15 manat idi. Boçka kimi olanlar vəbşi xoşumuza gəldi. Çox gözəl idilər. Qiymət də pis deyil. Görünüşünə görə qiyməti də qəşəng idi. Çaydana bax, altının şeyi var. Elə bildim bitişikdir. Adam elə bilər bunun içindən iyi gəlir. Hələ yayda vəbşi pis olur. Çünkü hiç dersin, hiç çekti. Arabına. Pomidor, ya. Mənim günümdədirlər onlar. Buna bax, bazar sumkaları. Bir ara sənin beyninə vermişdi. Bir dənə yay yorğanı götürdüm Sədərəkdən. Bu da rəngi bilinmir, amma biraz daha tünd rozvidir, solğun. Həm yayda örtmək üçün, həm də dedim pakrival əvəzi örtərəm. Qəşəng görünür, mebellə də uyğunlaşdı. Pis deyil. Bir dənəsini bacım götürdü, bir dənəsini də mən götürdüm. Belə qəşəng. Kənarından da sallandı, ucundan da biraz belə ucu da var. Götürdük həriyə bir dənə. Material da qəşəng nazikdir, 2 qatdır. Arasının sintifonu yoxdur. Özümüz sintifonsuz götürdük. Var əslində bir dənə nazik, bir dənə qatdır. Belə dedim həm örtük kimi, həm də ki üstümüzü örtmək üçün belə qəşəng otağın rəngini də açdı. Mən də otaq elə hamısı tünd rəngdir deyə bir də açıq götürdüm. Qəşəng oldu, pis olmadı. Bir dənə özümə yenə yayda göyünmək üçün. Yaydı, prosto nəsə hava soyuqdu. Bu gün də vəbşi soyuq idi. Belə bir şortik aldım. Əslində şortik deyil, şortik yubqadır. O birisi də şortik yubqa idi. Belə nazik, tiril əsl yaymalıdır. Yüceyin belə bir şey. Yayda mən ümumiyyətlə yubqa geyinə bilmirəm. Yayda da belə uzun şortiklər geyinirəm. Elə də uzun deyil əslində şortik yubqa. Dizdəndir. Belə yumşaq bir şey. Bunu da 6 manata götürdük deyəsən. Bacım da götürdü özünə, mən də götürdüm. Yubqa əvəzi bunları geyinirik. Qəşəng olur. Yay boyu demək olar ki, əynimizdən çıxartmadığımız paltarlar bunlar olur. 3-4 il əvvəl də birlikdə almışdıq. Bəlkə də 5-6 il əvvəl. Yenə də aldıq. Bir 3-4 ildə bunları geyinəcəyik. Sonra yəqin ki, yenə brendi alarıq. Şəhərdə də satılır bunlardan. O gün almışdım. Amma bu o aldığımdan daha yaxşıdır. Onun tikişi belə aşağıdadır qızlar. Xlor ləkələri. Onun tikişi belə aşağıdadır. Ortasının tikişi burası çox gendir. Ona görə o elə də xoşuma gəlmədi. Bu qəşəngdir. Yuxarıda həm də uzunluğu da biraz yaxşıdır. Diz üstüdür. Son zəng tortum var. Belə 10 yumurtadan
40-ın 26-ya biskvit bişirmişəm. Arası yenə şokoladlı, şokolad soslu, karamellidir. Şantini çalmışam, üstünün bəzəklərini hazırlamışam. Tortu sıvıyım. Sonra keçək bəzənməsinə. Tortun üstünün bəzəyini bu şeylə qoyacağım. Şanti çaldım yenidən, üzərini sıvadım, azlıq elədi. Bundan keçək bəzəklərimizi qoymağa. Üzərinin bəzəklərini bu formada qoydum. Yanını da onun biraz balaca formasında qoydum. Görünüşü də belədir. Tortun üzərinin bəzəklərini hazırlamışdım. Belə arxasına şeylər keçirtdim. Çöplər tortun üzərində tərpənməsin deyə. Burada yazıları var. Bunu qoyum indi üzərinə və başlayaq bəzəməyə. Tortu bəzədim xanımlar. Papağının hazırlanmasını çəkməmişəm. Daha doğrusu TikTokda yazsaz məzun papağının hazırlanması doludur bir çox kanallarda. Son görünüşü belə oldu tortumuzun. Bura kimi izləyənlər videonu bəyənib rəy yazmağı unutmayın. Hələlik sağ olun, sağlıqla qalın.